son zamanlar bu xarici ətlər çönüb trendə. Bax, mən sizə indi bir dənə, bax, xırda bir dənə moment göstərəcəm. Necə xarici ət seçmək lazımdır. Bax, fikir verin. Həsən mənə indi kömək eləyəcək bəzi şeylərdə. Həsən, bax, bir dənə mən sənə bayaq göstərdiyim kimi. Bax, fikir verin, bax, bu quzudur. Bax, bu quzu qabırğasıdır. Bax, yağlılığına fikir verin. Bax, qırağına bir dənə baxın, qıraq hissəsinə. Bax, görürsünüz, yəni yağı var. Əməlli başlı, bax, yağlılıq. Görürsünüz. Bir də ətin bax, rəngi. Bax, bir dənə də yaxından bax, çəkim sizə. Bax, fikir verin. Hə, ətin rəngi, yəni çəhrəqayi olsun. Bunun kimi. Başa düşdünüz? İndi mən sizə izah edeyim, nə məsələdir bu. Bu Manqostan quzuları da, yəni həmən quzulardandır. Hansı ki, elə bizim ətlərdən alırıq, bizim ətçilərdən. Başa düşdünüz? Heç bir fərqləri yoxdur. Fərqləri nədən ibarətdir? Siz, məsələn, əti alanda, bizim, məsələn, qəssabdan, deyirsiniz ona ki, mənə erkeği ver, düzdür, adam var, məsələn, dişi almır. Soruşursunuz ondan, onun, nə bilim, yaşını, neçə kilo gəlir, filan, beş mekan. Burada biraz seçmək çətin olur. Çünki bunlar hamısı şok vəziyyətdə dondurulublar da, bunlara şokovu zamorozka deyirlər. Yəni orada müxtəlif çəkidə olan, müxtəlif yaşda olan heyvanlardır. Amma bunların sortu tam şəkildə, yəni hələ biz öyrəşdiyimiz sortdandır da, yəni it quyruq qoyunlardan dögür. Bizimki kimi, yəni ki, belə quyruqlu qoyunlardandır. Ona görə alanda, yəni elementar şeylərə fikir verin. Rəngi belə çəhrəqayi olsun, rozulu, yəni qara olmasın. Yağlılığı olsun üstündə, vəssalam. Rəngi biraz tünd olan məsələdə. Bu deməkdir ki, biraz yaşı çoxdur, özü də ki, çox güman ki, dişidir. Başa düşdünüz? Ona görə də onun əti biraz bərk çıxır. Yəni kababa yaramır. Amma digər qazan yeməklərində mən sizə inandırım, tam belə şəkildə əladır. Hətta mən bu dəqiqə hal-hazırda valla absurd hesablayıram. Təmizlə də bax, Həsən. 23 manata bu yerli quzunu almaqdansa, bu 13 manata ilə mən bunu alaram da. Demək olar ki, yarı qiymətədir. Bax, bu qədər. Yəni ki, fikir verin, bax, mən dediyim məsələlərə. Qəlbdən qəlbə, bu qədər. Araz Marketdən. Gəlin özdə bax, bu Belvedere Plaza'nın yanında Qutqaşınlı gedir da bu. Qutqaşınlı 2 filialına. Həsən əmi həmişə belə necə lazımdır sizə qulluq eləsin. Qəlbdən qəlbə, Araz Supermarketdə.